Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün artıq ilk trade açmaq üzrəyəm. Deyəsən açacağam. Hələ ki izləyirəm. Burada artıq mənim müəyyən təsdiqlərim gəldi. Qiymətli sabahdan izləyirəm. Böyük ehtimal ki, buradan longlayanlar var. Hara qədər? Asiyaya qədər longlayanlar var ki, Asiya lov alınıb, Asiyaya gedməli qiymət, amma məncə elə olmayacaq. Çünki qiymət hara kimi gedə bilər qiymət short. Mənim planıma əsasən bugün bu nöqtələrdən artıq ən az buralara qədər short getməlidir qiymət. Hələ ki gözləyirəm uşaqlar. Ekran kaydını dayandırıram. Əməliyyatı açanda indi əməliyyat veri nə vaxt verəcək bilmirəm də. Nə vaxt verirsə o zaman da kaydı davam etdirəcəm. Gənclər, hazırda əməliyyatı açdım. Əməliyyatı bu şəkildə qoyaq. TP bölgəsində 3 kontratlıq əməliyyat açmışam. Deməli, zərərimiz nə qədərdir? Karımız nə qədər olacaq? Ortalama zərərimiz bu əməliyyatdan 650-700 arası zərər stop qoymuşam. Qazancımız isə buradan girmiş artıq. Bunun 220 karlıq bir əməliyyatdır. Görək artıq necə bitəcək sonu. Belə sonuna doğru kaydı göstərirəm artıq da. Çünki ekrandan çıxacam. Qala bilməyəcəm ekranda. Gənclər, əməliyyatımız uğurla nəticələndi. $1500 profitlə sonlandı əməliyyat. Baxın, əməliyyatı burada açdıq. Gəldi. Stop loss səviyyəmizə bu qədər yaxın səviyyədən artıq qayıtdı, getdi, bizi profit elədi. Yəni bu hallar normaldır. Belə hallarda qorxub əməliyyatdan çıxmırıq biraz kara çıxan kimi. Və stopumuzu da hara qoymalı olduğumuzu zaten bilirik. Uğurlar hər kəsə, ümid edirəm hər kəs üçün bərəkətli bir gün oldu. Başqa bir əməliyyat açmağı hələ ki düşünmürəm.